Başqa bayatın oxugan hadisimizdə Peyğəmbər əleyhissalam dua qılğan şəkildə ifadələdi onu. Rahimallahu abdan samhan iza ba'a. Sodu satıq qılıb satqa vaqtda kəngir yol tutqan bəndəgə Allah rahim qılsın. Ağa vaqtida kəngir yol tutqan bəndəgə Allah rahim qılsın. Başqalarının üzünün haqqını tələb qılğan vaqtıdımı hatta kəngir yol tutqan, kəng qursaq olğan bəndəgə Allah rahim qılsın deyə Peyğəmbər əleyhissalam bu şəkildə dua qıldı. Yumuşaq, mehir muhabbet, kuyunuş, danalıq, insani tuyğu, bunların həmmisi kendi şəkildənədir. Toğra, bəzdə sən bilən birov kilib soğudilişib qilişi mümkün, sən bir ticaretçi, bahat alışıb qilişi mümkün. Bəlkім onun qulu qısqa qalğan buluşu mümkün şu vaxtlarda. Pulusu azraq oluşu mümkün. Sən onunla mehir şəfqət görüstüb, onu dukunun aldıdığını qoğlamaysa məsələn. Məlum, sanız çoğ ziyan olub ketmeydi, qahal olub qalsa, onu mərhəmət qılırsa, qattaq yap qılmaysa, hətta ətrafındakilə 70 qıttım hadisinin ifadəsi boyunca bir işlarını sən xata çönündəki şəkildə qıb qalğan təqdirdən bununla özürü düşünürsə, yəni bir səbəbləri badu dəb oylaysa, insan üzdəki məsələlər tügəb, məsələn, iqtisadi kəngri, teni sağlam, hiç qana qiyinçiliği yox. Başqalarını şu əhvalda köygən vaxtıda, başqaları iş ağırtalığını da, onun şəraitlərini közdə tutub muamele qılalığını da, insan Allah'ın nəzərindəki yaxşı insan budur. Mənim qusqum toq, kimim bütün, başqalarının bolsa bolmandı. Onda qısmın davam etdi, manda qısmın davam etdi. O manda oğalıq, manda oğan o. Digəndək başqalarına günah atış, onların əməli şəraitini köz tutmaslıq bu insandakı əxlaqsızlıq hesablanıdır. Sən güçlü bir orunda, qararı sənin qulunda, aldığında aciz bir insan var, qanqırab qalğan, nurğun xatalıq var. Bana dəl səndən tələb qılındığını muşu orunda onunla mehir şəfqət görüstüşün, onunla musamahə görüstüşün. Onunla kən qursaq oluşun. Şu vaxtda anlakin Allah subhanahu wa ta'ala sana rahim qılıdı. Deyləmi Əbu Bəkr'dən əkəgən bir hədis qudüs şəkildə bir nəhayət təsirlik bir söz var. İn kuntum tuhibbuna rahmeti. Əgər məndən rəhmətimni arzu qılsanlar, məndən xalqımğa mərhəmət qılanlar, rəhmət qılanlar. Kuyununla olağa digən şəkildəki. Ar-rahimuna yarhamuhumullah. Hakim Abdullah ibn As'ın rivayet qılğan bir hadis. Allah subhanahu wa ta'ala başqalarına küyün gəllərə andan keyin rəhmət qıldı deyir ma'rifətdə. Demək, başqalarına mərhəmət qılğan, başqalarına küyüngən, mehr şəfqət göstərən kişi özünün gündəlik həyatında acayip heyran qalarlıq nəticələrə erişir. Çünki oxuğunumuzda rahimallahu abdan samhan iza ba'a, samhan iza ishtara, samhan iza qtada. Peyğəmbərin duası var bu yerdə. Resulullah qıvatı duanı. Satqa vaqtda, ağa vaqtda, başqalarının haqq hüququnu tələb qılğan vaqtda kəngir yol tutqan, kən qursaq olğanlara Allah rəhmət qılsın.